Salam, xoş gördük hamınızı yeni videoda. Bugün sizin üçün kətə resepti paylaşmaq istəyirəm. Neçə vaxtı bişirmirdim, çünki məndə heç vaxt yaxşı alınmayıb deyə elə də tez-tez bişirməmişəm bunu. İndi uşaqların ürəyi istədi deyə baxdım internetdə Kəmalə Kərimlinin reseptindən. Mən də bu kətələri bişirdim. Çox da gözəl alındı və bundan sonra tez-tez bişirəcəm. Çünki özümdə çox sevirəm, uşaqlar da sevirlər. Sadəcə məndə yaxşı alınmırdı deyə içi xəmir qalırdı. Ona görə mən onu elə də tez-tez bişirmirdim. Amma indi bundan sonra bu reseptlə artıq tez-tez bişirəcəm bunu. Çünki çox yaxşı alındı, içi də çox yaxşı alındı. Mən 2 porsiya elədim, çünki baxdım ki, 1 porsiyadan az alınacaqdı. Ona görə 2 porsiya elədim, amma videonun aşağısında mən sizin üçün resepti yazacağam. Orada 1 porsiyalıq yazacağım. Kim eləmək istəsə, əgər çox istəsə 2 porsiya eləyə bilər. 2 porsiyadan da xeyli alınır. Bizdə çox alındı. Elə axşam uşaqlar xeyli yedilər. Məktəbə qoydum. Səhəri gün, bütün gün yedilər. Yağı unla birlikdə belə birinci yağı çorkadan keçiririk, sonra unla birlikdə ovuruq. Yağ soyuducudan çıxmış olsa daha yaxşı olar. Mənimki dondurucuda idi. Çıxartdım, biraz çöldə qaldı. Onda lap yaxşı olur. Yaxşı çorkadan keçirtmək olur, rahat olur. Mən bir şey düz eləmədim ki, mən sodanı xəmirin üstünə tökdüm gördüyünüz kimi. Amma əslində onu qatığın üstünə töküb, qatıq belə köpəndə onu xəmirə qatmaq lazımdır. Mən çaşdım sodanı artıq tökəndə yadıma düşdü ki, bəs qatıqla onu eləmək lazımdır. Amma şükür ki, heç bir təsiri olmadı. Xəmir yaxşı alındı. Ona görə amma siz eləsəz, qatığı sodanın içinə qatıb eləyərsiniz, elə daha yaxşı alınır xəmir. Bu xəmiri çox yoğurmaq lazım deyil, çünki bu umaclı xəmirdir. Ona görə bunu ancaq ki, elə əllə belə ovmaq lazımdır ki, bir-birinə yapışsınlar xəmirlər, bir gündə alınsın. Mən də elə elədim. Sonra artıq belə gördüyünüz kimi mətbəx mebelinin üstündə elədim ki, çünki qabın içində alınmırdı. Beləcə eləyəndən sonra onu soyuducuya qoymaq lazımdır. Ən azı 1 saat soyuducuda qalmalıdır. Mən hətta elə eləmişdim ki, bir dəfə axşamdan eləyib qoymuşdum, səhəri gün bişirmişdim. Yenə də heç bir təsiri olmadı, yaxşı alındı. Qoymuşam, 1 saat qalmalıdır. Ona kimi içliyi hazır eləyirəm. Burada undur, şəkərdir, bir də vanildir qatmışam. 3 stəkan undur, 14-15 qaşıq da şəkərdir qatmışam. Bir də 3 paçka vanildir. Burada da yağdır, hardasa 150 qram yağdır. İndi bunu da qarışdırım, umac eləyim içliyi üçün. İçliyi də artıq hazırdır. Ucu xəmiri çıxardıb hazır eləyəcəm indi. Bir də sizinlə bir şey bölüşüm. Bu içliyi hazır elədim umacın. Bunu bir dəfə mən internetdə şirniyyat bişirən bir xanımda görmüşdüm. Dedi belə eləyin. Əgər bu bütöv qalırsa, deməli yaxşıdır, yağı yerindədir. Və mən də ondan sonra eləyirəm belə. Əlimdə sıxıram. Əgər qalırsa, bərk, deməli yaxşıdır. Yağı yəni nə azdır, nə çoxdur. Burada da yumurtanın sarısını ağından ayırıram. Çünki yumurtanın ağını xəmiri yayanda arasına vurub sonra içliyi tökəcəm. Yumurtanın sarısı da kətələrin üstü üçündür. Üstünə vuracam ki, qəşəng olsunlar.
Və bu da kətələrimizin son halıdır. Kim istəsə bişirsin, nuş olsun. Bu reseptlə çox yaxşı alınacaq. Çünki məndə əgər alındısa, demək hamıda alınacaq. Mən heç vaxt yaxşı bişirə bilmirdim kətəni, amma bu reseptlə çox yaxşı alındı. Siz də bişirsəz, sizə də nuş olsun. İnşallah görüşənədək sağ olun.